Ən böyük gözləntim ki, bizim uşaqlarımız bizim cəmiyyətə lazım olsun. Dövlətimizə lazım olsun. Kənarda qalmasınlar. Çünki onlar da insanlardır, onlar da canlıdır. Dünən düşünürdüm ki, niyə ki elə bir şey olmazmı qurmaq ki, elə desə belə uşaqlar var. Onlar yeriyə bilmir, amma IQ-li geri deyilər. İntellekt saxranmır. Amma onlar üçün hansısa bu coachlar gəlir, hansısa bir həyatda nə bilim pul qazanma strategiyası, disiplin strategiyası, həyatda uğur qazanmaq üçün niyə məsələn bu uşaqları da hansıların ki intellektual hər bir şey yerindədir, o uşaqları niyə onlar böyükdür artıq da çağırmaq olardı. Bu uşaqlar kolyaskada olduğuna görə çox vaxtı evdə olurlar. Çünki analar da yaşları artır, amma uşağın 25-30 yaşı var, ağırlaşır. Amma niyə ki, məsələn, düşünürdüm ki, elə bir şey yaratmaq olardım ki, bu uşaqlar da rayona çıxa bilsin, onlar da bizim gözəl rayonlarımızı görsün. Ən azından mən demirəm, ölkədən kənara. Çünki ata-ananın yaşı artdıqca onların gücü də azalır. Onlara çox çətindir və mən düşünürdüm dünən ki, necə etmək olar ki, tək serebrallardan danışmıram. Autist spektr, hər bir ana istəyir ki, onun uşağı da cəmiyyətə qarışsın, onun uşağı da bir övlad kimi yaşasın, uşaqlığını keçirsin, gözəl bir həyat yaşasın. Təbii ki, hər ana istəyir onu. Amma cəmiyyət baxımından istəyərəm ki, bizim uşaqlar kənarda qalmasın. Lazımlı olsun.